Təndirimi təmir edirəm ikinci gün. Öz əlim, öz başım deyib işləməyə başladım. Özümüz işləməliyik, öz qüvvəmizlə. İlk əvvəl setkadan keçirdiyim quma təqribi sement əlavə elədim. Az ya çox olduğunu siz şərh bölməsində qeyd edərsiniz. Sement qum qarışığına suyu əlavə edib yaxşıca qarışdırırıq. Biz bu qarışıma palçıq ya da suvaq deyirik. Ustalıq təcrübəm olmasa da görüb götürdüyümə əsasən suvağı yarı arxa, yarı çarxı deyib təndirin hər tərəfinə vurmağa başladım. Siz mənə baxıb əlcəksiz, ayaqqabısız iş görməyin ki, bütün üst başınız sement olmasın. Yaxşıca hər tərəfinə sementi vurub çatları aradan qaldırırıq. Yanları ilə bərabər üst hissələrdə dağılan yerləri də səliqəli şəkildə palçığı töküb qəşəngcənə sığal çəkirik. Təndirlə işim bitdikdən sonra isə ətrafındakı hissələrində təmir bərpa işləri apardım. Sonda təndirin yenidən təmir olunmuş vəziyyətini göstərirəm sizə. Suvaq quruduqdan sonra isə ən sonda sement su qarışımı ilə yaxşıca şirəliyirik. Təndiri təmir etmək məndən, qiymət vermək sizdən. Məni bu işə təşviq etməyən bütün izləyicilərimə təşəkkür edib sağollaşıram. Növbəti vloqlarda görüşənədək.